Bugün Qusar rayonunda 31 mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb. Erməni millətçilərinin xalqımıza qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri də 1918-ci ilin mart-aprel aylarında törədilən soyqırımı hadisələridir. Məqsədyönlü şəkildə həyata keçirilən qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar min illər boyu yaşadıkları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış. Bu hadisələrdə 107 il keçməsinə baxmayaraq törədilən qırğınlar və vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Qusar rayonunda da soyqırım qurbanlarının xatirəsi ehtiramla anılıb. Əvvəlcə Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquqi mühafizə orqanları, idarə müəssisə təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Qusar şəhərindəki Qanlıdərədə qələbə qazanan Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin önünə toplaşdılar. Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərindən danışaraq bu faciənin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qalanlarımızın, qazilərimizin, vətən müharibəsi iştirakçılarımızın canlarını sağ eləsin. Ən böyük xoşbəxtlik o zamandan bugünə qədər odur ki, tolerantlıq naminə Azərbaycan Respublikasının bütün vətəndaşları dövlət torpaqlarının qorunması istiqamətində hər zaman bir yerdə olub. Milliyyətindən asılı olmayaraq, dinindən, imanından asılı olmayaraq saysız hesabsız sayda bizim Azərbaycanlılar, Ruslar, Malakanlar, Tatlar, Ləzgilər bu soyqırımın tələf olublar, məhv olublar, öldürülüblər vəhşicəsinə. Son olaraq möhtərəm cənab prezidentimiz, Ali Baş Komandamız erməni deyilən bir qəsbkar mı deyim, vəhşi mi deyim, torpaq davası aparan mı deyim, bu daha yüngül sözdür onlar üçün yəqin ki. Torpaqlarımızdan bu millətin, bu xalqın hesabına qovdu, başda öz olmaqla. Və bugün Azərbaycan azad torpaqlarda yaşayır. Daha sonra tədbir Qusar Dövlət Rəsm Qalereyasında davam etdirildi. İştirakçılar soyqırımı ilə bağlı məktəblilərin rəsm işlərindən ibarət sərgiyə baxış keçirdilər. İlk əsəri sizə təqdim etmək istəyərəm. Dövlət Rəsm Qalereyasının özünə məxsus Nazir Məmmədovun müəllif olduğu Bir əsrdə iki soyqırım adlı rəsm əsəridir. Yəni cəsədləri göz önünə gətirmək, yəni göz önündə canlandırıb, onların şəxsən öz gözləri ilə baxış keçirən zaman çəkilən bir sıra komisyonları və tədqiqat qrupları bu rəsm əsərində, daha doğrusu fotoparkda öz əksini tapmışlar. Bunlar Qusarın yerli rəssamları, gənc rəssamların çəkdiyi rəsm əsərləridir. Bunlar yəni əllə çəkilmədir. Uşaqların, xüsusən də uşaqların, müxtəlif ümumi təhsil məktəblərinin şagirdlərinin rəsm əsərləridir. Lara xanım, bax 31 mart 1919-cu ildə Zəngəzur Azərbaycandaydı. Uşaqlarını da öyrətmək lazımdır ki, burada Zəngəzur da dursun. Ermənistanın bu hissəsi Azərbaycandaydı. Və bütün bu sərgi belə yerlərdə bunlar sərgilənməlidir, bunlar göstərilməlidir ki, Azərbaycan nəyin sahibi olur. Balalarımız çəkib bu şəkilləri, ancaq bunun məzmunu tematik olaraq birləşməlidir. Bu mövzu belə olmalıdır, bu mövzu belə olmalıdır. Mesela milli vətənpərvərlik və tolerantlıq deyirik. Bugün burada bir nəfər də göstərə bilmirik ki, var tarixdə, arxivdə var, yoxdur. Bu tarixçiləri tapsın, çıxartsın elə o Malakanları, Rusları, Tatarları, başqa milləti, Lənkəranda olan qırğınları. Bu danışırıq, Quba danışdıq, Lənkərandan danışmırıq. Hə, qaldı. Buna görə bax, bu məsələlərə xahiş edirəm, diqqətli olun. Sağ olun, Allah şəhidlərimizə rəhmət olsun. Feyruz Qayıtmazov, F-Production, Qusar.